Bir Əvəlfəz ağa dünyaya gəlib, Əli əleyhissalam məsciddə idi, xəbər verdilər oğlum doğulub. Deyib qaça-qaça getdi, 2 dəfə qaça-qaça gedib. İstəyirəm anası xanım Fatimə Zəhranın adı da gəlsin, onun adını da çəkirəm. Həzrəti Zəhranın şəhadət xəbərini Əliyə verəndə, bir Əli əvvəl özündən getdi, sonra qaça-qaça getdi mənzilə. Elə tələsirdi ki, ayaqları dolaşırdı, bir neçə dəfə yıxıldı deyirlər yolda. Bir də Əvəlfəz dünyaya gələndə xəbəri eşidən kimi qaça-qaça gəldi. Anası Ummulbənin dayanıb uşağın beşiyinin yanında. Allah rəhmət eləsin Ummulbəninə. Allah onun bəqidəki qəbrinin ziyarətin qismət eləsin bizə. Deyir, gəldi, gördü, anası dayanıb balasının beşiyinin kənarında. Əli əleyhissalam gəldi, dayandı, uşağı götürdü. Götürəndə deyir, örtük çəkildi, qolu göründü. Qoluna baxdı, deyir, qolunu öpdü, ağladı. Ana narahat oldu. Ya Əmirəl-Möminin, uşaqda nöqsan var? Dedi, yox. Bu qollar Hüseyn yolunda kəsilər. Gözümün qabağından hicab çəkildi, gördüm necə bu qollar yerə düşür Hüseynin yolunda. Deyir, İmam Hüseyni, xanım Zeynəbi, İmam Həsəni, xanım Zəhranın o yetim uşaqlarını cəm elədi. Həzrət Əlinin gözü qabağında. Əvəlfəzli dolandırdı bunların başına. Dedi, ağa, mənim bu bir balam bu uşaqlara, Zəhranın balalarına fəda olsun.